Her birinizi salamlayıram. Bizim Mama Terapiyada sonunda sizinle görüşdük və bu prosesi tamamilə ödənişsiz eləməyim sadəcə biraz mənim tənbəlliyimdən irəli gəlir. Çünki mən istirahətdəydim bir həftəyə yaxındır və düşündüm ki, ödəniş linki, komandanı bir arayıq və s. Əslində bu demo təlim formatında olmalıydı, ödənişli şəkildə. Çox şanslısınız ki, buradasınız. Gəlin hər birimiz şansımızı qəbul eləyək. Çünki əgər şanslarımızı qəbul eləmiriksə, o zaman da həyatımız çox çətinləşir. Mən gözləyirəm ki, hər kəs bu prosesdə sona qədər qalacaq. Çünki sona qədər qalsanız, mənimlə bərabər ortaq alanda, qrup şəklində bu enerjidə biz ödənişsiz bir texnika eləyəcəyik. Hansı texnikada ki, dərindən mamamızla və təkcə mamamız yox, bütün həyatımızla bağlı bir ssenarini dəyişdirəcəyik. Həmin özəl texnikada mənə alovlar göndərin oradan, qəşəng ürəklər, smayliklər görüm hazırsınızmı bu prosesə? Çünki mənim enerjim inanılmaz yüksəkdir. Sizdən sonra da VIP qrupumla mənim webinarım var. Bütün komanda yazır ki, necə çatdıracaqsan. Baxaq görək. Böyük ehtimal ki, çatdıracağam düşünürəm. Belə hər biriniz buradadır. Lütfən əlinizi qaldırmayın. Ekranı bir dəqiqə, ekranı da qorumaya aldım. Əla. Bugün bizim hər zamanki kimi moderatorumuz buradadır. Komanda menecerlər buradadır. Bizim IT komandası buradadır. Mən buradayam. Hər birimiz buradayıq. Sizin üçün sadəcə olaraq, bütün komanda olaraq sizin yadınıza salmağa çalışdıq. E-maildən, Telegramdan, Instagramdan, digər akademiya səhifəsindən, bəzilərinizin telefonundan mesaj getdi. Ancaq hər birinizin öz məsuliyyəti idi ki, bu prosesdə olasınız. İlk öncə istəyirəm elə buradan sizinlə bir məsuliyyət test eləyək. Bu arada mən yanmışam, bilirsiniz, istirahətdən gəlmişəm. Ona görə də makyajsızam. Böyük ehtimal ki, sizin üçün belə bir problem yoxdur. Bugün üzümə ümumiyyətlə toxunmaq belə çətindir. O ki, qaldı makyaj və ya krem sürtmək. İnanılmaz yanıram, inanılmaz yanıram. Bu da yəqin enerjidən irəli gələn bir şeydir. Çox gülməlidir. Aeroportda gələrkən hər kəs mənə baxırdı və özümün də gülməyim gəlir səhərdən ki, mən necə yanmışam, özümün də xəbərim olmadan tamamilə və biraz da smurfika oxşuyuram, gülməni görsənir, maraqlıdır. Balacalaşmışam sanki bu sifətlə. Belə, hər birinizi arzulayıram. Ümumiyyətlə, artıq bu terapiyadan sonra, bu prosesdən sonra həm davam eləyəsiniz özlərinizdə işləməyə, həm də sizlər davamlı istirahətdə olasınız, tətildə olasınız, davamlı həyatınız keyifli olsun, həyatınız gözəl olsun. Mən yenidən tətilə yollanacağım bu arada. Sizin üçün də belə bir gözəl həyat arzu eləyirəm. Gözəldirsə daha gözəl olsun istəyirəm və bunun üçün biz dərindən öz duyğularımızı işləməliyik hər zaman. Hər şey hər zaman mümkündür. Mən dünən 4 konsultasiya vermişəm müştərilərimə və həmin sessiyalarda belə mən hər bir müştərimdə görə bilirəm öz keçmişdəki müəyyən anlarımı. Və bilirəm ki, hər bir müəyyən etapda, müəyyən anlardan çıxmaq çox rahatdır terapiya sayəsində, özünün inkişaf sayəsində, xüsusi tapşırıqlar sayəsində, texnikalar sayəsində və buna görə də sabahdan etibarən çəhrayı maşın təliminə başlayırıq. Hansı ki, mənim şah əsərimdə həmişə belə deyirəm, çəhrayı maşın özünü proqramlama prosesinin hazırlıq bölümü başlayır sabahdan etibarən. Təlimin özü isə bazar günü başlayır. Bu həftə ilk modul isə bazar günü başlayır və sizin vaxtınız var qeydiyyatdan keçməyə. Bilirəm ki, açıq qeydiyyat linki paylaşmamışdım heç yerdə. Sizlər bu webinardan sonra link əldə eləyəcəksiniz, hansı link vasitəsilə ki, davam eləyə bilərsiniz proses. Fərqi yoxdur, siz necə bir mütəxəssislə çalışırsınız bu arada? Diplomlu, diplomsuz, yoxsa, bircə dəqiqə gözləyin. Diplomlu, diplomsuz, gözəl yoxsa yox, heç fərqi yoxdur. Bir insan sadəcə öz enerjisi yüksəkdirsə, özü öz həyatında yaxşı nəticələr əldə eləyibsə, sizə də o nəticəni verəcək, sadəcə yanında oturmaqla belə. Mən bunu davamlı həyatımda test eləmişəm. Bir insanın coach, mentor olmağına belə gərək yoxdur. Sadəcə enerjisi belə yetərlidir.
Əgər həqiqətən özü yaxşı enerjidirsə, siz onun yanında sadəcə oturmaqla belə yüksəlirsiniz davamlı. Və bunu da istəyirəm yadında saxlayasınız. Bundan sonra mentor seçsəniz, coach seçsəniz və s. Mütləq şəkildə fikir verin ki, onun enerjisi necədir. Bu arada, mənə burada chatda nəsə məsləhət verənlər, onu belə elə, bunu belə elə. Siz stop, gedin su için, bura sizlik deyil, lütfən çıxın buradan. Aranı pozmayın da belə deyək. Siz buradasınız, ödənişsiz qatılmısınız. Mən sizin üçün nəsə eləməyə çalışıram. Siz sadəcə təşəkkür eləməyi öyrənməlisiniz. Gəlin elə mövzu açılmışkən, anamızla bağlı məsələlərdən danışmışkən, gəlin mən sizə ilk sualı verim bu mövzu ilə bağlı. Ananıza nə dərəcədə təşəkkür eləyə bilirsiniz? Mənə chatda yazın, əgər 10 ballıq üzərindən nə qədər təşəkkür enerjisindəsiniz. O demək deyil ki, təşəkkür dillə təşəkkür etmək. Bu şəkildə yox. Psixolojik olaraq bütün bədəninizlə, ruhunuzla 10 üzərindən neçə bal verərsiniz mamanıza olan təşəkkürünüzə? Yəni, mamanıza olan minnətdarlıq səviyyəniz neçə baldır? 10 üzərindən. Mamam fədakarlıq eləyib deyə yox ha, həqiqi minnətdarlıqdan söhbət gedir. Bütün həyatınızla bağlı. Mən istəyirəm bu chatda yazdığınız balı bir də kağıza yazasınız. Okey. 1 yazırsınız, 3 yazırsınız, 6 yazırsınız. Okey. Düşünmədən yazsanız daha yaxşıdır bu arada. Mamanıza olan minnətdarlıq səviyyəniz, bu arada Telegramdakılar chatda yaza bilərsiniz. Hal-hazırda 700 nəfər dinləyir bizi. Fasilə verəndə webinar otağını dəyişərəm mən. Gəlin bölməyək. Telegramda dinləyirsiniz onsuz da. Mamanıza olan minnətdarlıq faiziniz, səviyyəniz nə dərəcədədirsə, həyatınız da o səviyyədə yaxşıdır sadəcə olaraq. Yəni 6 bal verirsə, həyatınızda da 60% hələ potensialınızı açmışsınız, hələ 60% nəsə götürə bilirsiniz həyatda. Okay? Və əgər siz primitiv olaraq bir ödənişsiz bir prosesə daxil olmusunuz, məsələn, çox primitiv, düzdür, sizə ödənişsiz nəsə verirlər və siz o insana belə təşəkkür eləyə bilmirsinizsə, bölüşə bilmirsinizsə, qarşılığında nəsə bir gözəl rəy yazmaq, hansısa dostunuza demək, sadəcə sakit oturub yazmaq, qeydlər götürmək, bunu belə bacara bilmirsinizsə, hələ bilin ki, mamanıza olan minnətdarlıq səviyyəniz 0-dır ya da 1-dir. Gəlin baxaq görək mamanıza olan minnətdarlıq səviyyəniz niyə bütün həyatınızı bəlirləyir? Çünki ilk dəfə həyatımızda bizi kim dünyaya gətirir? Kimlə tanış oluruq? Yaradanın ilk kanalı kimdir bizim üçün? Anamızdır, düzdür? İlk anamızla tanışıq, ilk onu hiss eləyirik biz. Və bütün hər şeyi anamızla öyrənirik biz. Və əsas da minnətdarlığı, təşəkkürü də biz ilk anamızla öyrənirik. Ola bilər ki, ananız sizə davamlı ötürüb təşəkkür etmək, dua etmək, minnətdarlıq bildirmək yaradana, insanlara və s. Amma siz bunu öyrənə bilməmişsiniz, hiss eləyə bilməmişsiniz. Bu da mümkündür. İlk öncə bunu demək istəyirəm ki, mama terapiya ərzində, bugünkü söhbətimiz ərzində mamamızın necə biri olduğuna toxunmayacağıq. Çünki mamamızın necə biri olduğu, necə xarakterdə olduğu, nə qədər pulu olduğu, nələr etdiyi, hara getdiyi, sizi nə qədər döydüyü və s. Onun nə etdiyi sizin həyat ssenarinizi bəlirləmir. Bunu bir yerə yazın. Mama terapiya sizin mamanızla bağlı yaratdığınız algıları sorğuluyur. Yəni deyirəm, həyat ssenarinizi mamanız yazır. Bu biraz metaforadır. Həyat ssenarinizi yazan şey mamanıza olan duyğularınızdır. Elə uşaq var ki, maması onu döyüb deyə, mən belə insan tanıyıram. Maması onu döyüb deyə inanılmaz minnətdardır. İnanılmaz pozitiv duyğulardadır ki, nə yaxşı ki, anam mənə təslimiyyəti öyrədib. Nə yaxşı ki, anam mənə baş əyməyi öyrədib. Nə yaxşı ki, anam mənə səhv eləyəndə qarşılığında nəsə olacaq deyə öyrədib. Deyə düşünür, bu duyğulardadır, minnətdarlıq duyğularında. Elə də uşaq var ki, mənim yanıma gəlir, 1 il üzərində işləyirik, amma buraxmaq istəmir anasına onu döydüyünə görə hiss etdiyi incikliyi. Algı fərqlidir.
Algı fərqli olduğu üçün də bir ananın 6 uşağı ola bilər. 6 uşağın da həyat ssenarisi tamamilə fərqli ola bilər. Baxmayaraq ki, ana eyni qədər sevgi verib, eyni qədər yemək verib, eyni qədər yanında olub, tətilə gedəndə belə 6-sını da aparıb və s. və s. Qonaq gedəndə belə hamısı gediblər. Amma algı fərqlidir deyə hər bir uşaqda, algı fərqlidir deyə hər bir uşağın həyat ssenarisi də fərqli olur. Ona görə də mən burada mama terapiya ərzində sizinlə bərabər bu ödənişsiz webinarda biz nə edəcəyik? Özümüzə baxacağıq. İçimizdə anamızla bağlı yaratdığımız obraz nədir? Onu necə görürük? Ona olan duyğularımız nədir? Onu necə hiss edirik? Okay? Mən çata baxım, davam edəyək biz. Və əsas suala da cavab verim. Əgər mamanız həyatınızda yoxdursa, bioloji mamanızla böyüməmisinizsə, ya da mamanızı tanımırsınızsa, rəhmətə gedibsə və s. bu heç nəyi dəyişmir. Yenə də fiziki olaraq mama, yəni bunu mamamız olaraq düşünək, fiziki olaraq mama deyil məsələ. Ona hiss etdiyimiz duyğular, onunla bağlı yaratdığımız algılardır məsələ. Okay? İlk önce bununla razılaşaq. Mamanın nə xasiyyətli olduğu, nə qədər pul olduğu, bunların heç biri önəm daşımır bugün. Okay? Birinci biz nə öyrəndik bugün? Birinci bizim diaqnostikamızda göstərdik ki, mamamıza olan təşəkkür səviyyəmiz bütün həyat ssenarimizdə nə əldə etdiyimizi bəlirləyir. Gəlin bunu biraz da açaq. Niyə bu belə baş verir? Çünki ən primitivi bizə həyat verdiyi üçün mamamıza təşəkkür eləyə bilmiriksə, ona minnətdarlıq duyğusunda deyiliksə ilk insana həyatımızdakı o zaman adi bir ssenari götürək. Bütün qadınlara maraqlıdır. Yanındakı kişi özünü niyə yaxşı aparmır? Yanımdakı kişi ilə də mən münasibət qurarkən eyni minnətdarlıq səviyyəsini göstərəcəm. Avtomatik eyni şey eləyəcəm. Mamama 1%, 1 bal minnətdarlığım varsa, kişiyə də 1 bal minnətdarlıq göstərəcəyəm. Və düşünün, sizə cəmi 1 ballıq minnətdarlıq göstərən insana siz nə verərsiniz, necə davranarsınız? Ona görə də bəzilərinizin yanındakı kişi, xanımların məsələn, ona istədiyini vermir. Eyni şey bəylərlə bağlıdır. Eynidir. Eynidir bəylərlə bağlıdır. Siz düşünürsünüz ki, məsələn, yanımdakı xanım mənə niyə sevmir, mənə niyə hörmət eləmir və ya yanımda niyə xanımlar durmur, niyə özlərini yaxşı aparmırlar, belə deyərlər. Çünki baxmalısınız bu tərəfə. Mamama olan hörmət səviyyəm, təkcə hörmət yox, minnətdarlıq səviyyəm hansı baldır? Keçək işə, müdirinizlə münasibətə. Müdir sizə hörmət eləmir deyək, minnətdar deyil sizə. Sizə 3 manat verməlidir, 1 manat verir. Baxırsınız mamanıza nə qədər minnətdarsınız. Çünki kontaktda müdirinizlə də yenə də ona da mamanıza 1% minnətdarlıq göstərsə, müdirə də 1% verəcəksiniz. Ona nə qədər verirsiniz, qarşılığında o qədər alırsınız. Mən hər zaman deyirəm, alma-vermə balansı o qədər elmi yanaşmadır, o qədər doğru bir şeydir burada. Utopik heç nə yoxdur. Nə qədər verirsiniz, o qədər alırsınız. Çox primitiv. Həmişə misal göstərdiyim bir şey var. Keçən Çəhrayı Maşın təlimində iştirakçı olan bəylərdən biri, bu arada bəylərimiz çoxdur, gəlirlər davamlı, gəlin özlərinizdə işləyin. Bəylərlə davamlı daha maraqlıdır. Çəhrayı Maşın təlimində həm bəylər, həm xanımlar, həm evlilər, həm subaylar, həm 15 yaşında, həm 75 yaşında hər kəs var. Okay? Xüsusilə də 40 yaşından sonra proqramlar aktivləşir. Əgər istəyirsə ki, cavan qalasınız, 40 yaşından sonra zənginləşəsiniz, həyatınız gözəl geçsin, gəlin. Tam sizin üçündür. Okay? Və 15 yaşında belə. Yenə də eyni şey. Qorxmayın, gəlin. Sizin üçündür tam. Və bəylərdən biri Çəhrayı Maşın təlimində dekabr ayının mənə sual vermişdi. Bu arada bu təlim 4-5 aydan biri olur. Son dəfə dekabr ayında olmuşdu. İndi 6 ay keçib üstündən artıq düzdür. Gec-gec keçirilir. Yəni hər zaman keçirilmir bu təlim. Bu arada pomidor kimi görsənirəm oradan. Arada gülcüklər atın mənə. Belə. Və
mənə sual vermişdi. Mən ev almaq üçün nə etməliyəm? Çox sadə bir sual. Hamınıza maraqlıdır, düzdür? Sadə cavabı var bunun. Dünyaya ev qədər verməlisiniz. Kiməsə ev qədər verməlisiniz ki, ev alasınız. Yəni evin pulunu alasınız, sonra və vermək deyəndə burada kiməsə qreçka bişirib verməkdən tam olaraq bu şəkildə də getmir söhbət. Enerji verməkdən gedir söhbət. Məsələn, mən bu saat nə qədər verirəm? Gəlin baxaq. 500 burada, 160 da burada, düzdür? Təqribən 700 nəfərə enerji verirəm və bundan sonra da bir 4000-5000 nəfər də baxacaq bu webinar videosuna, düzdür? Mən avtomatik, əgər bundan sonra hətta çəhrayı maşın təliminə qeydiyyat olmasa belə, mən sadəcə burada sizə enerji verirəm deyə həyat mənə başqa tərəfdən, nə bilim, atamın əli ilə, yoldaşımın əli ilə, uşağımın əli ilə mənə nəsə verəcək. Bunun qarşılığını verəcək mənə davamlı. Və əgər siz hələdir dünyaya nə verəcəyinizi bilmirsinizsə ki, sual çox sadə və cavab çox sadə idi. Ev almaq istəyirsən? İstəyirəm. Nə etməliyəm deyir. Mən də deyirəm ki, ev qədər enerji verməlisiniz. Yəni ev neçə minlik ev istəyirsiniz? O qədər enerji verməlisiniz dünyaya. Okay? Məsələn, indi yeni evimiz. Bunu mən almamışam, mən qazanmamışam birbaşa. Amma bu da yenə də mənim enerjimə gəlir. Düzdür? Mən dünyaya verirəm, gəlir. Və yaxud da maşınlarım, onları mən almışam, mən qazanmışam, yenə də mən verirəm, mənə gəlir. Elə bir şey var ki, mənə qızımın əli ilə gəlib, məsələn, qızım dünyaya gələndə mənə qızıl, hədiyyə, şopart və s. gəlmişdi və bunları da yenə də birbaşa mən onun pulunu qazanmamışdım, amma dünyaya nəsə verirəm, yenə də enerji və mən alıram bunun qarşılığında. Düzdür? Öz qazandıqlarım, insanlara qazandırdıqlarım, bunlar hamısı sayılır. Fərqi yoxdur sizə yaradan hardan, necə pul gətirir. Mən hər zaman tərəfdarıyam ki, özünüz də qazanasınız bu arada hər zaman. Hər bir insan potensialını açmalıdır. Elə buna görə də çəhrayı maşın təlimində tam 2-ci, 3-cü modulları biz ayırırıq ki, tam mamamız vasitəsilə və atamız vasitəsilə necə öz potensialımızı aça bilərik. Skem necə qurulmalıdır, potensialımız hansı yöndədir? Bu barədə mütləq tapşırıq kitabçamızda işləyirik, texnikalar eləyirik. Texnikaların sayı da 3 dəfə artıq bu dəfə. Hər dəfə yeniliklər eləyirik sizlər üçün. Deməli, biz artıq ilk punktu bildik. Mamamızla münasibətimizdə ona nə qədər təşəkkür eləyirik, nə qədər məmnunluq hissinə girə bilirik, o qədər də həyatımızda yaranır nəsə. Bəs, mən burada bu saat sizə dedimsə məmnunluq, təşəkkür, anıya bunu hiss eləməlisiniz. O saat yaranacaqmı bu? Xeyr. Əlbəttə, mən burada dedim, sabah gedin, məmnuniyyət və təşəkkürə girdiniz, bu şəkildə olmur. Bunları zaman-zaman praktika eləyib özümüzə fiksasiya etmək lazımdır. İnşallah sabah mən fiksasiyadan danışacağım hazırlıq modulunda çəhrayı maşın təlimini. Və məsələn, bu kimi təlimlərdə təkcə mənlə də yox, başqa ekspertlərlə də mütləq çalışın özlərinizdə. Çünki uğurlu insanlar bunu eləyir. Dəfələrlə deyəcəyəm, mən uşaq vaxtı mama mənə məsələn bəzi şeyləri deyirdi atam da. Buradan deyirdi, buradan gedirdi. Sizdə də olub belə şeylər, düzdür? Buradan deyirdi, buradan gedirdi. Mən böyüdüm və anladım ki, həqiqətən bu şeylər dəyərliymiş. Məsələn, adi bir şey. Bugün mən səhər durandan ev üçün Azərbaycanda olan gözəl rəssamların, çox gözəl ruhu olan rəssamların həqiqətən tək ekzemplar olan əsərlərini axtarıram. Və mənim yadıma düşür ki, anam, atam bir vaxtlar məni sərgilərə aparırdı. 3-4 il mən rəssamlıq akademiyasında oxumuşam, düzdür? Mənim sonra sənət əsərlərim Yaponiyada sərgilərdə çıxış eləyib. Mən o zamanlar anlamırdım bunu. Yaponiya əsərim çıxmışdı və belə baxdım, mama, bu nəyə lazımdır? Bu boş-boş işlərlə məşğulam mən deyəsən. Sən məni bura niyə aparıb gətirirsən? Bu şəkillər nəyə lazımdır ümumiyyətlə? Boş-boş asılır, sonra yığırlar bunları buradan. Düşünürdüm və sonra atdım onun daşını. İllərlə mən rəssamlıqla məşğul olmadım. Buradan deyirdi, buradan çıxır. Başa düşmək istəmirdim. Amma indi elə bir vaxt gəlib ki, artıq mən başqa gözlə baxa bilirəm əsərlərə. Düzdür, evimə əsər seçirəm. İndi müştərilərimi aparacağam, onlar da maraqlansınlar belə şeylərlə. Maraqlı olsun, əylənək, dünya görək, yeni insanlarla tanış olaq, incəsənəti anlayaq, düzdür. Bu arada bu Maslow'un piramidasında yüksək səviyyədən söhbət gedir. Bu incəsənət, bu şeylər daha yüksək səviyyədədir.
Və indi anlayıram mən onu, düzdür? Və aranızda da bir çox insanlar, izləyicilərim, müştərilərim, mən bəzi şeylər burdan deyirəm, burdan gedir. Amma bir müddət sonra anlayır bir çox insan. Mən həmişə deyirəm, çox zaman hansı mövzunu qaçırırsınız? Burdan deyirəm, burdan gedir. Hansı mövzu? Ki, uğurlu insanlar, kimlər ki, yaxşı qazanır, kimlərin ki, yaxşı ailə həyatı var, kimlər ki, xoşbəxtdir, sağlamdır, o insanlar mentorlarla çalışır, mütəxəssislərlə çalışır. Adicə mənim atam, məsələn, sıfırdan, ümumiyyətlə, evsiz, eşiksiz qalıb öz həyatını qurub bir zamanlar, mənim yaşlarımdaykən. Ümumiyyətlə, heç nəsiz, tamamilə şanssız düşündüyünüz bir etapdan. Və o neyniyib? O da psixologiya oxuyub, maraqlanıb, baxmayaraq ki, sahəsinə uzaqdır. Psixologiya kitabları alıb davamlı psixoloqlarla çalışıb, indi testinqlər aparır, məsələn, bu yaşında belə artıq 75-76 yaşı var. İndi belə testinqlər aparır, gedir, maraqlanır, nədir, nə deyil, necə şeydir kvant fizikası. Maraqlanır, düzdür. Əgər maraqlanmasa, mənim qaynatam eynilə hər zaman evində psixologiya kitabları var, oxuyur, psixoloqlarla söhbət eləyir. Onların da öz dünyası var, düzdür. Onların yaşı daha böyükdür, başqa mədəniyyət görüblər, başqa bir mentalitet görüblər deyə onlardan birbaşa təlimlərə qatılmaq filan yoxdur. Bizim dövrümüzdə biz şanslıyıq ki, təlimlər var, mentorlar var, birbaşa biz işləyirik. Bizim yaşlarda, mənim yaşlarımda bütün uğurlu kolleqalarım deyək, qrup yoldaşlarım deyək, biznesmen tanışlarım deyək, hamısı məşğul olur burayla, mütləq nə var həyatımızda burayla əlaqəlidir. İlk öncə isə anamızla. Və mən bunu deyirəm, burdan buraxmayın, xahiş edirəm. Çünki sonra bura gələcəksiniz onsuz da. Sonra tanış olacaqsınız elə biri ilə ki, həqiqətən həyatını yaxşı qurub. Real olaraq görəndə ki, həqiqətən o məşğul olub öz üzərində, öz tarakanları ilə beynin içərisində. Deyəcəksiniz, yadınıza düşəcək ki, bir zamanlar Aysə bunu demişdi. Ya da hansısa bir webinarda bir qız mənə demişdi. Gəlin davam eləyək mamamızla bağlı məsələlərə. İndi ikinci diaqnostikanı eləyək istəyirəm sizinlə bərabər. Gəlin mənə chatda yazın. Chatda yazın, hamınız buradasınız. Mən də chata baxım. Bu arada Zoom-da yer boşalıb, kim istəyirsə Zoom-a keçsin, ora daha qəşəngdir. Linka keçə bilərsiniz artıq. Bir neçə yeri var. Mən indi bir dənə baxım. Chata. Məsələn, yazırsınız, siz danışdıqca ürəyim genişlənir. Niyə? Fiziolojik olaraq da ürəyim açıqdır çünki. Necə açıq olur ürəyimiz? Bəzi insanların ürəyi bağlıdır. O insanların yanında bizim ürəyimiz açılmır, bağlanır. Kimin ki ürəyi açıqdır, onun yanında bizim ürəyimiz açılır. Ürəyimizin açıq olduğunu sadə bir fizioloji test eləyə bilərsiniz. İndi oturduğunuz vəziyyətdə tam dayanıb güzgüyə baxın. Tam dayanıb güzgüyə baxın ya da selfinizi çəkin buradan mənim kimi. Fiziolojik bir testdir. Çanaq testi kimi. Çanaqla bağlı canlı yayımı hələ mən nə vaxt eləyəcəm bilmirəm. Bu həftə eləyərik inşallah. Hər dəfə deyirəm, sonra unuduram. Yadıma salın mütləq. Fiziolojik test. Nə qədər çiyinləriniz boşdur, əlləriniz rahatdır. Nə qədər özünüzü tutmamısınız belə. Çox rahat. Nə qədər rahatdır çiyinləriniz, sinəniz, o qədər də ürəyiniz açıqdır deməkdir. Okay? Nə qədər bağlıdır, chatda yaza bilərsiniz. Nə qədər belə oturmusunuz, belə oturmusunuz, belə oturmusunuz, belə sıxmısınız, çiyinləriniz belə qalıb və s. Ya da kişilər belə eləyir, çox vaxt ürəyi bağlı. Kişilərin davamlı pozisiyasıdır bu. O zaman deməli ürəyiniz bağlıdır. Niyə ürəyimiz bağlanır? Bunu deyək, sonra keçək ikinci diaqnostikaya. Anamızla münasibətdə baş verir bu da. Cərrah maşın təlimi son modullara yaxın məhz bu məsələni biz çalışacağıq. Tamam mı? Buna bağlı texnikalar var. Anamızla sevgi alış-verişində nə baş verir ki, dünyaya özümüzü bağlayırıq? Niyə ürəyimiz bağlanır? Və bir qadının xüsusilə də ürəyi bağlıdırsa, ürəyi açıq, xoş xasiyyət, mülayim, gözəl kişilər yaxınlaşmır o xanıma. Okay? Çata baxım görüm. İkinci diaqnostikamız oldu artıq bu arada. Mən deyirəm 2 olmayıb, amma araya saldıq bir dənə də diaqnostikanı. Alırsınız məndən. Bu arada yaxşı həkimə gedəndə
Mən baxıram. Hansı həkim ki, məndən nəsə bir problemim olanda psixoloji durumumu soruşmur, deməli o mənim üçün yaxşı həkim deyil. Çünki savadlı həkim, yaxşı həkim davamlı bilir ki, uşaq böyük fərqi yoxdur. Emosional durumla bağlıdır bütün xəstəliklərimiz, bədənimizdə yaranan bütün reaksiyalar. Okay? Mənim də enerjim özümü yandırıb. Ə, Aha, bəziləriniz çətindir, əzizlərim, çətin. Mən niyə sizi hazırlayıram çəhrayı maşın təliminə, birdən-birə təqdim eləmirəm? Çünki psixoloji olaraq ağır gəlir bəzən, qəbul eləmək istəmirik, tərəddüd eləyirik. Mənim bir müştərim var dekabr ayından, bugün yazıb ki, indi başlamışam hələ baxmağa, tətbiq eləməyə. Düşünün, yəni, tərəddüd eləyir insan, çətindir. Əlbət, indiyə qədər öyrəşdiyiniz proqramları dəyişmək çətindir. İndiyə qədər bozbaş yemişdiniz, indi deyirəm sushi yeyin məsələn. Çətindir. Keçək üçüncü diaqnostikaya. İki diaqnostikanı elədik artıq. Üçüncü diaqnostika və bundan sonra biraz dərinləşəcək. Hazır olun, rahat oturun. Üçüncü diaqnostikamız nədir? Mən istəyirəm chatda mənə yazasınız. Nə dərəcədə, diqqətli olun, 100 bal üzərindən, 100% üzərindən, faizlə hesablayaq, 100%lik bir şkala götürün və chatda mənə yazın. Nə dərəcədə biolojik mamanızı qəbul edirsiniz olduğu kimi? Dəyişməyə çalışmadan, sevirəm, love, like, kiss, maçquç, nə dərəcədə qəbul edirsiniz? 100 bal üzərindən, 100% üzərindən. Tam olduğu kimi. Mız qoşmadan da belə deyək. Aha, faizlərimiz aşağıdır, bayaqkına nisbətən. Ümumiyyətlə, qəbul edə bilmirsinizsə, 0 yazın. Sıfırlarımız gəldi. Yazın. Mən də Telegram'a baxım. Nə dərəcədə mamanızı qəbul edə bilirsiniz? Neçə faiz? 100% üzərindən. Mamanızı nə dərəcədə qəbul edirsiniz? Yaradan da sizə o faiz dərəcəsində potensialınızı açma icazəsi verir sanki və həyatınıza da indiki enerjinizlə çəkə biləcəyiniz sadəcə o qədər faizdə çəkirsiniz. Yəni, məsələn, indiki enerji miqdarınız bu qədərdir. Mamanızı qəbul etmə faiziniz qədər həyatınıza ala bilirsiniz sadəcə olaraq. Çox sadə diaqnostika. Okay. Yəni, indi həyatınızdakiları çox sevinirəm, nəticələrinizi yazırsınız təlimdən. Tak, həyatınızdakilara indi baxsanız, nə var? İndiki enerji miqdarınızla vurulsun mamanızı qəbul etmə faiziniz bərabər indiki həyatınızda olan şeylər. Okay? Enerji miqdarınızı qaldırmaq olar. Bunu da nəzərə alaq. X, Y, riyaziyyatı yaxşı bilənlər hesablasın. Okay? İndiki enerji miqdarınız vurulsun mamanızı qəbul etmə faiziniz bərabərdir indi həyatınızda olan şeylər. İndi burada ya faizi qaldırmalısınız, ya enerjinizi qaldırmalısınız, ya da daha yaxşısı hər ikisini qaldırmalıyıq ki, biz daha yaxşı olsun. Çərhə maşın təlimində eləyəcəyik bunu. Amma istəyirəm indi başlayaq. Kimlər hazırdır bugün tapşırıq kimi biraz da mənim özəl texnikalarımla biz bu faizi azca da qaldıraq, heç olmasa çərhə maşın təliminə yaxşı hazırlaşaq. Çünki çərhə maşın təlimində daha dərin 8D texnikalarla biz işləyirik. O texnikalar çox daha dərindir. Çox daha sürətli nəticələr verir. Okay. Və bizim təlimdə artıq kişi səsi var texnikalarda, atamızı səsləndirən. Superdir bu, əladır. Ki, bütün beyninizə ən dərinə işləsin hər şey, ən real şəkildə. Tamam? Tak, hazırıq. İndi arxanıza yaslanırsınız, rahat şəkildə oturursunuz, gözümüzü yumuruq
Mən sizə bir şey izah eləyəcəm. Tam fokusunuzu mənə verin istəyirəm. Siz deyirsiniz ki, mamamı qəbul eləmirəm. Birincisi, mən başlayım mamasını 90-100% qəbul eləyənlərə üzümü tutum. Sizi, tuşluyum kameraları sizə. Siz deyirsiniz, mamamı qəbul eləyirəm, okey. 90-100%. Amma nəzərə alın ki, qəbul eləməyə mamanıza qarşı aşağı emosiyalar bəsləmək daxil deyil. Mamanıza yazığınız gəlirsə, onun fədakar, saçını süpürgə elədi, həyatını yaşaya bilmədi, bizə görə elədi, nə bilim, atam ona gün vermədi və s. və s. Mamanızı qəbul eləmirsiniz siz. Hardan 90-100% oldu? Əgər mamam istəsəydi, dık eləyərdi, olmadı, bunu eləyərdi, bla bla bla. Qəbul eləmirsiniz. Ya da deyirsinizsə ki, yazıq arvad, qəbul eləyirəm onu. Elədirsə, məndə sıfırdır. Okey, gəlin real olaq. Çünki mən istəyirəm diaqnostikanı düzgün eləyəsiniz. Okey? Əgər siz mamanıza, məsələn, deyirsiniz, qəbul eləyirəm onu, amma yazığınız gəlir, ona nəsə almaq istəyirsiniz davamlı, nəsə eləmək istəyirsiniz davamlı dalınca qaçırsınız, davamlı onu düşünürsünüz, davamlı bu arvadı niyə bəxti gətirmir və s. deyə, niyə xəstədir və s. Burada artıq qəbul eləmək olmur. Bu qəbul eləmək deyil. Siz aşağı emosiyaları artıq bilir. Mənlə uzun müddətli olanlar, moderatorumuz buradadırsa xahiş edirəm aşağı bu emosiyalar cədvəlini açsın bizim kanala. Yenə o emosiyalar cədvəli bizim bütün həyatımızdır ümumiyyətlə. Aşağı emosiyalar nə idi? Yazığı gəlmək, utanmaq, ayıb, aqressiya və günah. Günahkar hiss edirsə mamanızın qarşısında və ya onun günahkar olduğunu düşünürsünüzsə hər hansı momentlərdə qəm, kədər, üzüntü, inciklik hamısı aşağı emosiyalardır. Və bu aşağı emosiyalarınız varsa, mamanıza qarşı deməli qəbul eləmirsiniz. Yəni, burada hansı 90 və 100%-dan söhbət gedə bilər ki? Bu bir, öz yerində. Gəlin, indi keçək. Artıq çoxunuz anladısa ki, mamanızı hələ də qəbul eləmirsiniz. Hələ də qəbul eləmədiyiniz üçün çırpınırsınız. Və siz mamanızı qəbul eləməyəndə sizə həyat verən o ilk mənbəni, bulaq öz mənbəsini qəbul eləməsə, desə ki, mən başqa mənbəyə gedirəm, necə olar? Axarmı bulaq? Yox. Çıxarmı bulaq? Yox. Toz basar. Toz basar yox, palçıq basar, belə deyərlər. Mənbəsini dəyişmək istəsə, başqa yerə getmək istəsə, suyu kəsilər onun, enerjisi kəsilər. Əgər siz öz mənbənizi hələ də qəbul eləmirsinizsə, bütün həyatınızı qəbul eləməmiş olursunuz və bu şəkildə həyat da sizi qəbul eləməmiş olur. Və birinə hər şey sunursa, kim ki anasını qəbul eləyir məsələn, həyat o insana hər şey sunursa, qızıl, gümüş, ev, maşın, həyat yoldaşı, uşaqlar, gözəllik, sağlamlıq, hər şey sunursa, kim ki qəbul eləmir, ona da deyir ki, həyat nə deyir? Çox məntiqli bir şey. Həyat da deyir ki, mən o birisinə verdiyimi sənə versəm, zaten qəbul eləməyəcəksən, mən sənə niyə verim ki? Və bu heç də illüziya və utopik bir şey deyil, çox sadədir. Gəlin, bunu da izah edeyim, keçək əsas məsələyə. Bir şey izah edəcəm. Anasını qəbul eləyən insan həyatdan hər şey qəbul eləyir. Kişilərdən də, həyatdan da, müştərilərdən də. Və həyat yaradan necə zəngin bir dünyada bizi yaradıb bilirsiniz artıq. Necə hər kəs üçün hər şey var bilirsiniz artıq. Yaradan hər kəsə eşit şəkildə verir. Zaten bu barədə dini mənbələrdə çox məlumat var. Bunu başa düşmürük biz. Bu arada Çəhrayı maşın təliminə qatılandan sonra dini daha yaxşı anladığına deyənlər supersiz, əlasız. Məndə də belə olub çünki bu metodologiyanı yazandan sonra. Həyat hər kəsə bunu sunur. Qızıl, brilliant, ev, maşın hamıya. Ən azından ən baza ehtiyaclar. Hamıya sunur. Kim ki anasını qəbul edir, həyatın sunduğu fərqli yollarla o şeyləri anasını qəbul edən rahat götürür və təşəkkür edir. Kim ki hələ anasını qəbul eləmir, yaradan ona sunanda, bu olsun anasını qəbul eləməyən, bu olsun qəbul eləyən, buna sunanda bu qəbul eləyir, hələ çox sağ ol deyir oturub. Buna sunulanda bu kör olur. Anasını qəbul eləmir deyə fürsətləri görmür. Kör olur. Almaq bacarmır. Görmək bacarmır.
Fürsətlərə açıq olmur. Hər zaman bir tık yan keçir hər şeydən. Sizin həyatınızda belə şeylər olmuş ola bilər. Bir tık yan keçir hər zaman hər şeydən. Okay? Həyat zaten sunuramı götürmür. Və bu zaten həmişə qabağındadır. Sadəcə mamasını qəbul eləmir deyə həyatın sunduqlarını da qəbul eləmir. Çünki həyatla danışma sxemimiz, həyatla kommunikasiya sxemimiz mamamızla sxemlərimizlə eynidir. Mamamızı qəbul eləmiriksə, həyatın sunduqlarını da qəbul eləmirik. Elə ona görədir ki, çəhrayı maşın metodologiyasının adı niyə çəhrayı maşındır? Məni 3 ildə izləyənlər bilir. Çəhrayı maşın fürsət deməkdir. Bizim belə metaforamız var izləyicilərimizlə. Çəhrayı maşını gördüm, yəni fürsəti gördüm deməkdir. Çəhrayı maşın bərabər fürsət, metaforadır o. Kim ki fürsətləri görə bilir, çəhrayı maşınları görə bilir, o insan açıqdır. Qəbul eləyir yəni mamasını və dünyanı. Və çəhrayı maşın təlimində bu nəticələri almağımızın səbəbi o deyil ki, sizə nəsə gəlir qabağınıza qoyur kimsə, yox. Zaten oradadır, sadəcə görmürsünüz fürsətləri. Daha açıq olmağa başlayanda, mamanızı qəbul eləyəndə, atanızı qəbul eləyəndə, təkcə qəbul eləmək də yox, dərindən düzgün texnikalarla işləməyə başlayanda sxemləri, maddiyyatla bağlı, pulla bağlı, sevgi ilə bağlı, potensialla bağlı, duyğularla bağlı hamısını dəqiq texnikalarla işləyəndə artıq fürsətlərə açıq olursunuz, götürürsünüz, istifadə edirsiniz, xoşbəxt olursunuz. Hər bir fürsətə. Sağlamlıq, zənginliyə təkcə pul da daxil deyil, okey? Və ona görə də əzərim, birinci, bu üçüncü diaqnostikada nəyə görürük? Anamızı qəbul etmə faizimiz bizim nə qədər kör və ya gözü açıq olduğumuzu da bəlirləyir. Tamam? Hı -hı. Hı -hı. Və keçək əsas şeyə. Anamı qəbul etmirəm deyənlər və düşünənlər ki, çəhrayı maşın təlimində siz bir dəqiqə video açıldı. Video bağlanmışdı. Səs getdi. Səsim gəlirmi? Mənə plus qoyun. Məncə gəlir. Okey, gəlir. Telegramda getmişdi, açdım səsi. Telegramda bizdə mamasını qəbul eləməyəni görmədilər. O budur, mamasını qəbul eləməyən, eləyən mənim arxamdadır. Tak. Kim ki düşünür, çəhrayı maşın təliminə gələcəm, texnika eləyəcəm, oturacam, mamamı qəbul eləyəcəm, hər şey düzələcək. Məğzi anlamırsınızsa, heç nə də alınmır. Ona görədir ki, biz həm video dərslər, həm tapşırıq kitabçası, xüsusi tapşırıq kitabçası, texnika, meditasiya, hamısı, chat və s. var. Amma ilk öncə belə bir şey danışacağım sizə. Siz mamamı qəbul eləmirəm deyirsiniz. Çoxunuz. Qəbul eləmək istəmirsiniz. Amma düşünmürsünüz ki, aranızda kimsə ümumiyyətlə mamamı qəbul eləmirəm deyən az faiz yazanlar, kimsə ümumiyyətlə indiyə qədər düşünübmü ki, anamın necə bir uşaqlığı olub? Düşünmüsünüzsə plus qoyun. Çox az adam. Bayaq daha sürətlə gəlirdi plusda. Və gəlin mən sizə danışım, bizim mamalarımızın uşaqlığı necə keçib ümumiyyətlə. Nələr yaşayıblar ki, biz onları qəbul eləmək istəmirik. Yeni doğulduqları andan etibarən onlara hansısa qaydalar qoyulur. Həmin dövrlərdə. Uşağı nənəsi saxlayar, anasından ayrılıb, öz anasına deyilib süd vermə, ya südü belə ver, başqa uşaqla bölüş. Uşaq oldu, stres, onu da pişir, bunu da pişir, onu da elə. Ananız mamasıyla kontaktı kəsilib müəyyən anlarda. Okay? Daha sonra biraz böyüyəndə, mamanız artıq 3-4 yaşları olanda, həmin dövrlərdə insanların ümumiyyətlə cinsəllikdən, reproduktiv orqanlardan, böyümə süreçlərindən başı çox çıxmayıb deyə, YouTube falan olmayıb insan gelişimi ilə bağlı. Mamanıza bir çox qadağalar qoyulub.
Mamanız gözü ilə görüb ki, evdə olan oğlan uşaqları, məsələn, açıq şəkildə alt paltarsız gəzirlər, amma mənə ayıbdır, mənə olmaz. Davamlı olmaz deyilib məhz qadın olduğu üçün mamanıza. Okay? Olmaz, oğlanlara dəymək olmaz, baxmaq olmaz, geyinmək lazımdır, tualetə getmək olmaz, okay? Göstərmək olmaz, soyunmaq olmaz, özünə toxunmaq olmaz, güzgüyə baxmaq olmaz, pəncərəyə çıxmaq olmaz, oğlanlarla oynamaq olmaz. Artıq 3-4 yaşlarından mamanıza münasibət mövzusunda və seksual enerjisi ilə bağlı belə artıq bloklar qoyuldu. Mamanız bunları keçib hamısını. Və məktəb başlayanda maksimum uzun geyindirilir. Oğlanlarla kontakt yenə də daha da ciddi izlənilir. Olmaz deyə. Okay? Daha çox qadağalarla üzləşir və artıq müəyyən yaşlara çatandan 8-9-10 yaşlarında mamanız bir də özünü yox təkcə, bir də evdəki digər uşaqların qayğısına qalmalı olur. Bəlkə yemək tapmaq üçün, bəlkə işləməli olur bəzilərinizin maması həmin yaşlarda. Və ümumiyyətlə bəzi ilk anları belə normal yaşaya bilmir, utandırılır. İlk menstruasiyanın başlaması kimi, ilk aşıq olmaq vaxtı kimi bunların heç birini yaşaya bilmir. Həmin dövrlərdə bir çoxlarınızın maması ümumiyyətlə yemək tapa bilmir. Şiddətə uğrayır bəziləri, bəziləri təcavüzə uğrayır evdə, hətta öz bacı, öz qardaşı, öz dayıları, atası tərəfindən. Okay? Və gəlir 18 yaşına çatır, yenə də təzyiqlərə uğrayır. Hansı universitetə girəcəksən, nə oxuyacaqsan ya da ümumiyyətlə oxuma deyə, ərə get deyə, kimlə evlənəcəyi ilə bağlı. Daha sonra boşana bilmir istədiyi zaman, istirahətə gedə bilmir. Sırf mentalitetlə bağlı, müəyyən qaydalara bağlı. Okay? Və siz sonradan doğulursunuz. Bu insan bütün həyat ömrünü yaşayır və yaşadığı 11-12 yaşlarından bəri sizi bətnində daşıyır və nəvəsini belə, yəni sizi və sizin uşaqlarınızı yumurtalar. Çünki artıq 11-12 yaşında hamısı formalaşır. Həkimlər bunu bilər. Artıq o yaşlardan sizi bətnində daşıyır. Təkcə sizi yox, sizin uşaqlarınızı da bətnində daşıyır artıq. Sizin yumurtalarınızı da daşıyır. Okay? Və bu insan o yaşdan bəri sizi bətnində daşıyır. Gəlirsiniz, siz doğulursunuz və gözünüzü açırsınız. Sizdə müəyyən şeylər sizin üçün bacardığının ən yaxşısını eləməyə çalışır, düzdür. Ümumiyyətlə, hər bir nəsil ondan əvvəlki nəsildən yaxşı, daha psixolojik sağlam olmağa çalışmalıdır. Əgər istəyirsinizsə ki, dünyanın sonu gəlməsin, çoxlarınız belə filmlərə baxırsınız. Əgər istəyirsinizsə ki, nəslimiz tükənməsin, əgər istəyirsinizsə robotlar dünyanı ələ almasın, belə deyərlər. Bizlər davam etdirək nəslimizi, qırmızı kitaba düşməyək, o zaman hər bir sonraki nəsil əvvəlkindən daha psixolojik sağlam olmalıdır. Və mamalarımız da çoxsu zaten buna çalışır. Hətta bilinçli, bilinçsiz, bəziləri çalışır, amma daha da pisini eləyir, amma çalışır. Yenə hamısı bunu istəyir. Nələrsə eləyir və uşaqlar başlayır mamanı qəbul eləməməyə. Sonradan bütün onun keçdiyi yolu dəyərsizləşdirir. Sanki mama ümumiyyətlə heç bir yol keçməyib, sanki mama ümumiyyətlə məni bətnində daşımayıb 9 ay və mənim hər zaman dediyim bir söz var. Bəzən mənə deyirlər, bəzi analar, mən niyə deyirəm, mamanız varsa artıq zənginliyiniz var. Bəzi analar deyirlər, uşağını doğur, zibilliyə atır. Bəs onlar artıq sizə həyat veribsə, hər şey verib sizə. Sizi zibilliyə tullasa belə, təşəkkür eləməlisiniz, sizə həyat verib deyə. Və əgər zibilliyə tullanmayıbsa, 10 qat artıq təşəkkür düşür, qəbullanma düşür. Çünki hətta uşağını zibilliyə tullayan, yəni doğub zibilliyə tullayan ana belə artıq bütün zənginliyi verib uşağa, həyat verib. Nə verməlidir artıq? Zibillik olsun, istər evdə doğulsun, istər tarlaya atsın onu. Heç dəxli yoxdur. Həyat verib. Mən bir dənə video paylaşmışdım, o çəhrayı maşın təlimindən idi ki, sizə bir gün həyatınız yoxsa partneriniz desələr, yadınıza düşür o, həyatınız yoxsa eviniz desələr, həyatınız yoxsa mamanızın sizə verə bilməyəcəyi şeylər desələr, qızıl, brilliant, o, bu, gözəllik, siz həmişə həyatınızı seçərsiniz.
Zibillik yoxsa həyatınız? Villa yoxsa həyatınız? Həyatınızı seçərsiniz. Çünki həyatsız villa nə mənası var ki, sizi doğdu villaya atdı, yoxsa zibilliyə atdı? Heç fərqi yoxdur. Və siz həmişə həyatınızı seçərsiniz. Əgər həmişə həyatınızı seçərsə, deməli həmişə də mamanızı seçməlisiniz. Çünki həyatı sizə o verib. Ata ilə bağlı mövzulara çox da toxunmuram, çünki onlar da çox dəyərlidir. Onlarla bağlı biz artıq Çəhrayı Maşın təlimində hamısını daha kompleks şəkildə işləyəcəyik. Sadəcə bir şey demək istəyirəm ki, bizim dünyaya gəlməyimizlə bağlı qərarı isə ata verir. Yəni ata da ana qədər dəyərlidir. Amma burada biz mövzu anamızdır. Çünki kontakt ilk ana ilə qurulur. Qərarı ata versə də kontakt ilk ana ilə qurulur, ata ilə yox. Ona görə də həyatı hiss etmə şəklimiz anamızla bəlirlənir. Okay? Və Telegrama da baxın. Kim var, kim yox. Burada baxın. Bir saniyə. Ata terapiyada olsa əla. Əzərim, hər şey ödənişsiz olmur. Qarşılığını verməlisiniz mütləq. Bu ödənişsizdir, çünki mən belə istəmişəm. Çəhrayı Maşın təlimində mama terapiya davam eləyəcək daha dərin, atamızla bağlı terapiya davam eləyəcək daha dərin və heç yerdə görmədiyiniz, eşitmədiyiniz texnikalar olacaq. Çox dərin nöqtə atışı. Hamısını eləyəcək zaten. İstəyirsiniz davam eləyin. İstəmirsiniz davam eləməyin. It's okay, sizin seçiminizdir. Və mənim dəyərli fikirlərim yoxdur. Bunlar dünyanın işləmə qaydasıdır. Bu mənim fikirlərim deyil, əsla. Özümdən çıxartdığım bir şeylər deyil. Bu mənim fikirlərim deyil. Bu həyat tərzidir. Bu həqiqi doğrulardır, həqiqətlərdir. Hansı həqiqətlər ki, zaten dində qeyd olunub, amma çox insan dinə belə günah duyğusu ilə gedir deyə, ay mənə günah olmasın, ay mən nəsə anlaya bilmir, hiss eləyə bilmir. Və məsələn, mamasını qəbul eləməyən insan nə qədər namaz qılsa nə fayda, nə qədər yaradana dua eləsə nə fayda, hələ mənbəsini qəbul eləmir. Ona görə də yaradan bizim dövrümüzdə bizə terapiya üsulları sunub, yenilikçi, artıq o qədər yeni metodologiyalar var ki, çox sevinirəm ki, onlardan biri də Çəhrayı Maşın metodologiyasıdır. Onlardan bir şans da mənə verilib ki, bunu ərsəyə gətirim sizlər üçün. Və biz bizim üçün bu qədər yol keçən insanı deyirik ki, qəbul eləmirəm, bəyənmirəm, dəyişməlidir, istəmirəm. Başlayırıq yekəbaşlıq eləməyə. Və sonra görün nə olur. Sonra böyüyürük 18 yaşımızda. Mən keçən dəfə Hilton oteldə böyük tədbir keçirəndə 300 nəfərə yaxın insan var idi orada. Və mən orada dedim ki, əlinizi qaldırın, kim istəyir potensialını açsın, səhnədə olsun. Tədbir keçirsin, 300 nəfərin qarşısında danışsın. Hamı bir nəfər kimi əlini qaldırır. Və mən orada deyirəm ki, əgər siz, baxın sizlər, nəsə istəyirsiniz, potensialınızı açmaq, pul, müştərilər, hamı sizi sevsin, partner o bu. Əgər siz bunu sevgi qazanmaq üçün eləyəcəksinizsə, boş vəziyyətdə. Çünki hələ də mamanızı qəbul eləmirsiniz deyə onun sevgisini ala bilməmişsiniz. Ondan sevgi ala bilməmişsiniz. Onunla kontaktınız qırılıb. Ondan ala bilmədiyiniz şeyi çox insan niyə əlini qaldırır? Niyə hamı istəyir ki, pərəstişkarları olsun, fan klubu olsun onun, nə bilim, tədbirlərinə gəlsin insanlar, kişilər dalınca qaçsın, hətta evli xanımlar belə davamlı, həmişə biz xanımlar istəyirik, düzdür, kişilər dalınca qaçsın, bizi istəsinlər və s. Niyə davamlı bunu istəyib əldə eləyə bilmirik? Niyə? Çünki boş vəziyyətdə istəyirik. Mamamızdan ala bilmədiyimiz bu gözəl, mamasından ala bilmədiyini istəyir dünyadan alsın. Və dünya sizdən daha ağıllıdır. O insanlar, kimləri ki tədbirinizə gətirmək istəyirsiniz, kimlər ki istəyirsiniz sizin müştəriniz olsun, sizin fanlarınız olsun, sizin sevgiliniz olsun, pərəstişkarlarınız olsun, kişilər dalınızca qaçsın və s. qadınlar dalınızca qaçsın və s. İstədiyiniz o insanlar sizdən daha ağıllıdır. Onlar hiss eləyə bilirlər ki, hər zaman energetikani hiss eləyirlər ki, bu gözəlçə, bu gözəl, hələ mamasından sevgi ala bilməyib, boşdur, acıdır və istəyir məndən alsın. Ona görə də diqqət,
Narsistlər, sual verirsiniz ki, niyə narsistik tip xarakterdə, bu arada narsist diaqnozu qoya bilməzsiniz, heç mənim də səlahiyyatım yoxdur. Niyə narsist fason insanlar, egoist insanlar mənə yaxınlaşır, kimlər ki, hələ özləri sevgi acıdır? Çünki siz açsınız sevgiyə, boş vəziyyətdəsiniz. Yalnızca bu tipli insanların marağını çəkə bilirsiniz. Və bu, nə qədər meditasiya eləsə də bu vəziyyətdən, gəlib də istədiyi nöqtəyə çata bilmir. Çünki meditasiyalar bunu həll eləmir, bu boşluğu həll eləmir. Prosto gələcəyi göstərir bizə nəsə, şəkillər, vizualizasiya. Və siz əgər boşsuzsa, ananızdan sevgini ala bilmirsinizsə, sırf onu qəbul eləyə bilmirsiniz deyə. Yenə də, mamanızın necə insan olduğundan asılı deyil heç də. Siz həyat ssenarinizdə yaza bilmirsiniz. Mən çox təəssüflənirəm ki, bir çox insan düşünür, mama sevgi də ata puldur, mama nə bilim nədir, ata nə bilim nədir, mama qadın enerjisidir, ata kişi enerjisidir. Belə bölgülər yoxdur ümumiyyətlə. Bizi yaradan əsas buradakı mənbəyimiz anamız və atamızdır. Həyatımızda bütün sferaları etkiləyir anamız və atamız. Sadəcə algılarımızda belə bir nüans var ki, bizi sırf ana dünyaya gətirir və ilk kontaktımız ondan olub deyə, necə ki, ilk dəfə hər kəs ilk öpüşdüyü sevgilisini unuda bilməz, düzdür? İlk kontaktımız onunla olub deyə, düzdür? Unuda bilməzsiniz onu heç zaman, neynəsə, adını unutsanız da o duyğunu unuda bilmirsiniz. Eyni şeydə ilk kontakt ki, mama iladı bətnində, ona görə də bizim daha burni duyğularımız, daha belə atəşfəşan duyğularımız, daha çox hisslərimiz onunla bağlıdır. Okay? Və elə buna görədir ki, hətta atamızla yaşadığımız şeylərə görə belə biz anamızı günahlandırırıq davamlı. Yəni, siz özünüz də anlamadan, atanız əgər, məsələn, tutaq ki, deyək ki, atanız alkoqolik olub, çox içib, elə düşünürsünüz ki, atanıza aqressiyanız var. Əslində isə atanızın elə biri olduğuna görə ən dərində duyğunuz mamanızadır, atanıza deyil. Çünki uşaq həmişə belə düşünür ki, mama mənim ilk sevgilimdir, yəni ilk toxunduğum, necə ki, o ilk öpüşdüyümüz insana çox duyğular bəsləyirik, elə də anamız. Orada o qədər emosiyalar, duyğular var ki, anamızla bağlı. Biz atamızla baş verən şeylərə görə belə ən dərində mamamızı günahlandırırıq. Okay? Və buna görə də mən deyirəm ki, xüsusilə də 0 və 1-ci həyat səviyyəsindən qurduğumuz hər şeyin 70-80% və daha çoxu səbəbkar mamamızla bağlı olan duyğularımızdır. Ona görə də aşağı həyat səviyyələrinin terapiyasında biz mamamıza dönürük daha çox. Okay? Başqa məsələlərə girə bilmirik. Gəlmir ora mövzu. Əgər bunu həll eləməsək, ora keçmir mövzu. Və əgər siz həyatınızda, məsələn, gəlin bir mövzu ataq ortaya. Pul istəyirsiniz çoxunuz. İndikindən 10 dəfə çox pulunuz olsa, əla olardı. Çata yazın, düzdür? Məsələlərinizi həll etmək üçün başlanğıc nöqtə birbaşa terapiyaya heç kəsi götürmürəm. Yay ərzində bütün yerlərimi müştərilər doldurub. Birbaşa heç kəsi götürmürəm. Və bu, birbaşa götürmürəm, gedib başqa mütəxəssislərlə birbaşa işləmək istəyirsə işləyə bilərsiniz. Mənim üçün okeydir. Çox sevirəm kolleqalarımı. Ancaq əgər istəyirsinizsə mənlə davam eləyəsiniz, ilk giriş, hətta mənlə terapiyaya belə ilk giriş çəhrayı maşın təlimidir. Zaten bu təlim sizi aşağı həyat səviyyəsindən çıxarır və daha sərfəlidir. Bir var tək-tək terapiyaya gəlib sıfırdan başlayıb tək-tək həm zaman, həm pul xərcləyəsiniz, həm də enerji. Bir də var ki, kompleks şəkildə onsuz da ilk terapiyalarda hamı ilə neynirəm? Sanki bir 30-40 terapiyanı əvəz eləyən bir təlimə qatılırsınız, hansının ki, qiyməti çox-çox daha sərfəlidir. Enerji baxımından da çox-çox daha az xərcləyirsiniz. Zaman baxımından da sərfəlidir. Bütün resurslarınızı qoruyaraq prosesə daxil olursunuz. Müəyyən etaba çatırsınız. İstəyirsiniz, sonra davam edirsiniz ki, çox insan davam edir, çox sevinirəm. Terapiya ilə, mentorluqla və s. Bu şəkildə. Mənlə təkbətək sessiyaların qiyməti 490 manatdır bir sessiya üçün. Yalnızca müştərilərim daxil ola bilir bu prosesə. Yalnız və yalnız. Ona da yerlər qalmır. Çəhrayı maşın təlimi isə bütün kompleks iş bu qiymətədir. Hətta daha az düşünün.
Bütün kompleks iş. Bu 30-40 terapiyanı əvəz edir. Burada onlarla texnikalar var. Tapşırıq kitabçası var. Özəl, sizin üçün mən və dizaynerlərimiz tərəfindən hazırlanmış. Video dərslər var. Hər şey çox ideal, mükəmməl formatdadır. Chat dəstək var və s. Okey. Gəlin ortaya bir mövzu ataq. Pul mövzusu. Hər kəsə maraqlıdır. Pulun enerjisi böyükdür, hər kəs pul istəyir. Pul hər kəsə maraqlıdır. Düzdür? Yazın chatda. Kimə maraqsızdır yazın. Mənə maraqlıdır elə insanlar. Kimə pul maraqsızdır, artıq pula doymusunuz da belə deyərlər. Pulu görmüsünüz, pul maraqsızdır, artıq başqa mövzu istəyirsiniz. Chatda mənə yazın. Kimə maraqsızdır? Hamıya maraqlıdır. Bəzən elə müştərilər olur ki, məsələn, birbaşa mentorluğa gələnlər, onlar pul mövzularını aşıblar. Onlara daha başqa şeylər maraqlıdır. Daha yüksək həyat səviyyəsi. Mən necə eləyə bilərəm ki, daha çox estetika bacarıqlarım artsın, daha incələşim, daha çox, məsələn, əks cinslə münasibətim üzərində işləyim, müştərilərimə necə daha yaxşı xidmət edeyim, artıq başqa səviyyədə düşüncə tərzi, üçüncü həyat səviyyəsinə yaxınlaşan müştərilər çox olur. Onları mentorluqda daha çox görə bilirik. Ancaq ora qədər yolumuz var. Yolumuz varsa deməli həyat var, yaşayırıq. Çoxunuz bir nöqtəyə çatmaq istəyirsiniz, amma o nöqtə var olsaydı əgər, o zaman yaşamağın mənası belə qalmazdı. Hər kəsə bu maraqlıdır. Və gəlin necə başa salaq bunu, necə izah eləyək? Deyək ki, sizin indi... Tak, elə bu yaxşıdır. Deyək ki, sizin indi bu qədər pulunuz var, amma istəyirsiniz bu qədər olsun. Okay. Bu qədər pulumuz var, amma istəyirik bu qədər olsun. Miqdar artsın. Hər miqdar pulun öz həcmi var. Hər zaman bu belədir. İstər kartınızda olsun o pul, istər bitcoin'da olsun, harda olur olsun, cash olsun, nə olur olsun, qızılda olsun və s. Ev, mal, mülk fərqi yoxdur. Maddiyyat, bircə dəqiqə, bu mənə deyib ki, sən türkçə danışırsan. No, sənə nə var mən nə dildə danışıram? Zoom mənə qəribə suallar verir. Bir dəqiqə, baxım zapis gedirmi? Hə. Tak. Bu qədər pul istəyirik, maddiyyat istəyirik. Bu arada daha yaxşı olar ki, sırf pulu götürməyək, çünki daha dar bir şey olur pul. Bura daxil eləyək hər şeyi, maddiyyatı. Toxuna biləcəyimiz hər şeyi, maddi anlamda. Okay. Bu qədər var, biz istəyirik bu qədər olsun. Adi bir şey. Partner belə bir dənə var, hər kəs istəyər ki, bütün əks cinslərin maraq dairəsində olsun. Yəni, bunu hər kəs istəyər, hər kəsin maraqlıdır. Niyə də bir hadisə enerjisində olmayaq ki, səhnəyə çıxır və bütün kişilər onu sevir. Hər kəs istəyər. Belə. Bu və bu. Hər bir maddiyyat miqdarının avtomatik bir həcmi var. Bunun həcmi bu boydadır. Bunun həcmi bu boydadır. Düzdür? İndi çox maraqlı bir nüansa gəlirik. Bunu heç vaxt deməmişəm mən. Bu hissəni çox izah eləmişəm, ardını deməmişəm. Bu miqdar pulu qəbul eləməyimiz üçün, yəni bizə rahat gəlsin onu qəbul eləmək. Necə ki, hər kəs üçün 5 manat rahatdır. Eləcə də bu miqdar pul, əgər biz artıq onu qazanırıqsa, özümüzə fiksasiya eləyib bərkitmişiksə ki, artıq bu qədər pulum olur hər ay, bu bizim həcmimizdir. Yəni, bunu belə qəbul eləyə bildiyimiz qədərdir bu. Tuta bildiyimiz qədərdir. Yəni, enerjimiz psixolojik olaraq biz yetirik bu qədəri tutmağa, indilik. İndi nə qədər varsa, hətta kağıza yaza bilərsiniz. Nə var, nə qədər var. Həcm budur. Bunu tuta bilirik. Psixolojik olaraq adi bir misal deyəcəm. Deyə bilərsiniz ki, biraz başa sal, necə olur bu? Adi bir misal deyəcəm. Məsələn, deyək ki, sizin həcminiz bir maşına çatır. İndi birdən-birə sizin üstünüzə açsam açarları ki, indi 10 maşınınız var. Psixolojik olaraq enerjiniz qaldırarmı? Həqiqətən yox. Niyə? Çünki artıq beyin başlayacaq bütün proqramları aktivləşməyə. Ki, artıq ağırdır bu, ağırdır, daşıya bilmir psixolojik olaraq. Niyə? Davamlı düşünəcək. Birdən məni tutarlar. Birdən kimsə bilər. Birdən yoldaşım nə deyər? Vay, vay, vay deyərlər, bu 10 açar hardandır? Birdən biri cızılar.
Birdən hamısına kasko eləsəm nə qədər pulum gedər? Bunları kim sürəcək? Toz basacaq, nə vaxt yuyacam? Всё, enerjiniz qəbul eləmədi. Avtomatik 3 gün sonra hamısını su bastı, məhv oldu. Ya da doğrudan polis gəldi, apardı. Çünki enerji qəbul eləmir. Okay? Başa düşürsüz nə deməkdir bu? Yəni burada heç bir utopik bir şey yoxdur, ha. Okay? Bu sadəcə məntiqdir, düz məntiqdir. Psixolojik olaraq həcm yetmədi qəbul eləməyə. Əslində isə istəyirəm, hamı istəyər. Amma psixolojik olaraq həcm qəbul eləmədi. Eyni şey kişilərlə bağlı. Sizin bir kişiniz var, qadınsız tutaq ki, bir kişiniz var. Partneriniz var bir dənə. Kişilər üçün də eynən bir partneriniz var. Bir dənə kişi. Sizi sadəcə bir dənə kişi görür, sevir, ona toxunursunuz, onunla bərabərsiniz, onu görürsünüz və s. Birdən-birə sizi atıram mən səhnəyə, seksual bir paltarda, lap bağlı geyinmisiniz, amma çox seksual görsənirsiniz, enerjiniz çox bombadır, meditasiyalar eləmisiniz çoxlu, enerjiniz artıb, çıxırsınız və birdən-birə bu qədər kişi baxır sizə və sevir. Hamısı sizə sevgi məktubu yazır. Mən demək olar ki, hər ay 5-10 dənə DM-dən evlilik təklifi alıram və hərdən yoldaşım da oxuyur onları, maraqlıdır. Deyək ki, 10 dənə kişi gəldi artıq sizə artıq bu qədər həcmdə kişi səhnədəsiz. Həcm qəbul eləmirsə nə baş verəcək? Birdən ərim deyər aldatdım. Birdən elə bilər xəyanət elədim. Birdən elə bilərlər yatacam onlarla. Vay vay vay, birdən mənim orama baxdılar. Nə fantaziyalarında nə düşündülər mənim haqqımda? Cəmaət nə deyər? Arvadları nə düşünər? Mən ev yıxan oldum və s. və s. Всё. Psixolojik olaraq qəbul eləmədik ki, bizim fanatlarımız olsun. Düzdür? Həcm qəbul eləmədi. Psixolojik karkas qəbul eləmədi. Biz qaldıq bu miqdarla. Всё, sizə pomidor atdılar, səhnədən atdılar, çünki həcm qəbul eləmədi. Okay? Və bu təkcə düşüncələriniz bunu bəlirləmir. Bəzən deyirsiniz, düşüncələrim bu yöndə deyil. Mən həmişə deyirəm, biz təhsilimizə başlayanda Psixologiya Akademiyasında ilk modul, ilk reglamentləri bizə başa salanda bilirsiniz nə demişdilər? Dedilər ki, indi baxın həyatınızda nə var? Psixoloji karkasınız buna layiqdir, daha çoxuna yox. Çox sadə. Çox sadə. Çox primitiv və çox rahat. Mən çox rahat, belə çiyinlərim düşmüşdü o zaman. Çox rahat, всё qəbullanıb. İşləmək lazımdır deməli. Çalışmaq lazımdır deməli. Tak, bu var bizdə, bunu artıq bilirik, bu cibimizdədir. Bu okey, bunu qoydum qırağa. İndi biz istəyirik ki, bu gəlsin. Daha yaxşısı olsun, hər kəs istəyər. Bu gəlsin. Bunu qaldıracaq gücümüz, həcmimiz olmalıdır. Fiziki olaraq təkcə yox, psixolojik olaraq. Çoxlarınız bilir, ətrafda dəfələrlə bu hadisə baş verir ki, kimsə lotereya udur, itirir, kimisə əlinə pul keçir, xəstələnir, kiməsə miras ev qalır, bərbad vəziyyətə düşür, onu satmalı olur mütləq. Dəfələrlə qarşınıza çıxıb bu hadisə. Niyə? Çünki həcm qaldıra bilmir. Okay? İndi mən istəyirəmsə, buna layiq olum daha çoxuna və bu mənə gəlsin, həcmim qaldırsın, rahatlıqla, hər şey mənim olsun, qəbul edeyim. Neynəməliyəm? Muskul işləməliyəm? Yox. Buranın muskullarını işləməliyəm. Və bunu qoyuram kənara, gəlirəm əsas məsələyə. Mamamla münasibətimi işləməliyəm. Niyə? İlk öncə niyə məhz onu işləməliyəm? Daha çoxunu qəbul eləmək üçün. Çünki bir şey diqqətlicə yazın, bunu bir də deməyəcəyəm mən. Baxın. Bu qədər var idi, bir də bu qədər var idi. Düzdür? Mamamdan ala bildiyim qədər dünyadan alıram. Həcmimi bu bəlirləyir. İlk olaraq həcmimi bu bəlirləyir. Əgər mən hələ də anamdan, atamdan alarkən, xüsusilə də anamdan cəmi bu qədər ala bilirəmsə, psixolojik olaraq buna qadirəmsə, adi bir proqram deyəcəyim sizə, çox primitiv. Mamam fədakardır, mamam yazıqdır, bizə fəda eləyib, qoy onu incitməyim, ondan almayım, ona mane olmayım. Всё, həcm balacalaşdı. Və yaxud da yüzlərlə belə proqramlar var ki, texnikalarla biz işləyirik, düzdür? Mamamdan ala bildiyim qədər sevgi xüsusilə də
Mən maddiyyat da dünyadan ala bilirəm. Bu qədər varsa bu qədər ala bilirəm. Həcmim bu qədərdir. Bu qədərdirsə bu qədərdir həcmim. Və bir insandan ala bilmək üçün çoxunuz başa düşmürsünüz. Almaq nədir, nə alacam? Ala bilmək üçün onu birinci qəbul eləmək lazımdır. Qəbul eləməmiş hələ ala bilmirsiniz. Çox sadə. Tənlik kimi, həndəsənin teoremləri kimi şeylər başa salıram. Hı -hı. Məsələn, eynən bizdə 2-3 ev torpaq var idi, hamısını satırıq. Hı -hı. Və kim ki, balaca uşaq kimi deyir ki, mama mənə vermədi, niyə vermir? Siz hələ də başa düşmürsünüz. Bu hissəni, bu tənliyi başa düşmürsünüz. Bu kodu başa düşmürsünüz, nə başa saldığımı. Kim ki başa düşür, okey, daha sürətli olacaq. Kim ki başa düşmür, yenə də okey. Davam eləyin özlərinizdə işləməyə. Hı -hı. Yenə də deyirəm. Əgər sizin suallarınız mamam nə edirlə bağlıdırsa, təəssüflər olsun ki, siz heç bir nöqtəyə çata bilməyəcəksiniz. Mən əvvəl çünki sizinlə necə razılaşdım? Mamam nə edir, necə insan nə qədər qazanır umurumuzda deyil. Bu deyil məsələmiz. Məsələ bizlə bağlıdır. Hı -hı. Suallarınızın çoxusunun cavabını təzə başlayan kimi cavablamışdım. Hı -hı. Bir şey aydındır bura qədər. Bilirəm buradan suallarınız çıxdı, çünki daha çətin bir şeylər izah elədim sizə. Ona görə sizə çətin gəlir biraz bu hissə, son hissə. Hı -hı. Kimlər anladı? Plus qoyun. Daha fərqli və sürətli yanaşmadır bu. Sizi çox rahat çıxaracaq yüksək səviyyəyə. Qısaca mən deyim, mamamızı qəbul eləyəndə nə baş verir? Sizlərə maraqlıdır bu hissədə. Artıq mamamızı qəbul eləməyə başlayanda biz keçirik ikinci həyat səviyyəsinə. Bu səfər məsələlərimiz fərqli olmağa başlayır. İkinci həyat səviyyəsində daha çox impulslarımız var, ehtiraslarımız var, həzz duyğusu çoxdur, ləzzət alırıq həyatımızdan, utanmırıq, çəkinmirik, aşağı emosiyalara düşmürük, rahat, ürəyi açıq yaşamağa başlayırıq. Dünya ilə kontaktımız rahat olur və əsas məsələ potensialımızı açmış oluruq. Yəni potensialımız üzrə, düz xətt üzrə gedirik. Mən Dohada olanda inanılmaz çox suallar gəlirdi mənə DM qutusundan ki, necə olur ki, həm istirahət edirsiniz, həm yoldaşınıza vaxt ayırırsınız, həm gəzirsiniz, kef eləyirsiniz orada, meditasiya falan, həm də bizə eləyirsiniz. Yəni sizə podkastlar yazırdım, nə qədər videolar çəkirdim, onu, bunu və bunlar üçün ekstra bir resurs xərcləmirdim. Necə baş verir bu? Necə olur ki, bu qədər komandanı saxlaya bilirəm öz həcmimdə? Necə olur ki, bu şeyləri rahatlıqla eləyə bilirəm? Çünki mən öz həqiqi potensialım üzrə gedirəm. Mənə aid olmayan sadəcə pul qazanmaq üçün heç nə eləmirəm. Ümumiyyətlə pul qazanmaq üçün nəsə eləmirəm mən. Dolu-dolu sizin qarşınıza çıxıram. Sevgi dolu çıxıram. Sizdən sevgi almaq üçün çıxmıram qarşınıza. Gözlənti ilə çıxmıram qarşınıza. Ümumiyyətlə plan proqram məsələn, son 6 ayda ümumiyyətlə satış planı falan qoymağı şey eləmişəm, ləğv eləmişəm komandaya. Ki mənim sizdən almaq gözləntilərim minimum olsun ki, mən tam açıq, rahat olum. Özüm, həyatımla bağlı rahat olum. Və əgər siz istəyirsinizsə, çoxlarınızın arzusudur. Səyahət eləyim, həm uşağımla bərabər olum, həm yoldaşımla, həm sevgi dolu olum, həm də işimi görüm, yaxşı qazanım. Çünki bəzi insanlar qazanır, amma elə bil ki, əli qolu bağlı vəziyyətdə qazanır. Yəni necə bir şey? Mən belə insanlar var ətrafımda. Bəzən hətta onların qazancını başqa insanlar yeyir belə olanda. Tanıyarsınız belə insanlar? Günəş çəkildi. Niyə? Onlar yaxşı qazanır. Həqiqətən yaxşı qazanırlar. Amma bir, qrafikləri imkan vermir, hərəkətsiz qalırlar. 2, proqramlar imkan vermir ki, əllərində tutsunlar. Həcm balacadır deyə, ana ilə münasibətdə qırıq-qırıqdır deyə həcm imkan vermir ki, əllərində saxlasınlar qazandıqlarını.
və bu vəziyyətdə qazanc da bir şey deyil. Çünki siz məsələn ayda tutaq ki, 100.000 qazanırsınız, amma istirahətə gedə bilmirsinizsə hələ, o pulu xərcləməyə belə zamanınız yoxdursa, neynirəm o qazancı? Hər tərəfli rahat olmaq istəyirsinizsə, həqiqi potensialınız üzrə hərəkət eləməlisiniz. Çünki belə bir şey deyəcəyəm bu arada. Həqiqətən, həqiqi potensialınızda qısıtlama olmur. Hətta siz bir müdirlə işləyirsinizsə belə, həqiqi potensialınız üzrə getdiyiniz zaman müdir belə sizi qınamır, qısıtlamır. Əsl, həqiqi potensialınız üzrə gedəndə. Okay? Amma əgər həqiqi potensialınız üzrə getmirsinizsə, o zaman neyinirsiniz? Çəhrayı Maşın təlimində yenilənmiş potensial sxemi var. Orada necədir? Hər həyat səviyyəsinin öz potensialı var. Yəni, əgər siz istəyirsinizsə, sanki açar kimi 1-i açasınız, 2-ni açasınız, 3-ü açasınız, mən göstərəcəyim ki, hər bir həyat səviyyəsində nələr eləməlisiniz ki, o level açılsın sizin üçün. Çünki ən azından belə bir şey deyəcəyim. 0-cı həyat səviyyəsində olan insanlar, sadəcə və sadəcə pul qazana bilmədiklərini isbatlamaq üçün bir sahə seçirlər. Bir yerə yazın bunu. Şok content. Yəni, 0-ı lock eləmək üçün, 0-cı səviyyəni açmaq üçün onların istifadə etdiyi üsul pul qazana bilmədiklərini isbatlamaq üçündür. Yəni, elə bir sahə seçirlər ki, bilinçsizcə pul qazana bilmədiklərini isbatlasınlar və qalırlar 0-cı səviyyədə. Kimə isbatlamaq istəyirlər? Əlbəttə ki, mamaya. Mama, sən yaşaya bilməmişsən, mən də yaşamayacağam. Okay? Tak. Necə keçdi mənimlə saat yarım? Mənə yazın, texnikaya keçirik çünki. Mən istəyirəm, baxım görüm, sizlər nəsə götürdünüzmü, qeydlərinizi apardınızmı, artıq müəyyən şeylər dəyişdimi sizin üçün? Mənim üçün çox önəmlidir, siz hazır olasınız. Çəhrayı Maşın təliminə qatılmırsınızsa belə mənlə sonraki kontaktda hazır olasınız. Ən azından baxırsınız YouTube videolar, o, bu, hamısı. Kontaktda hazır olasınız istəyirəm mənimlə. Aha, əla, super, anlamışsınız. Əsas məsələ, siz nəsə anlaya bildiniz, yoxsa prosto dinlədiniz, o məsələdir mənim üçün əsas olan. Mən maksimum hər dəfə testinglər aparıram ki, sizinlə görüşlərimizi nə formatda keçirim ki, siz daha yaxşı anlayasınız, daha yaxşı dinləyəsiniz, daha yaxşı götürəsiniz. Moderatorumuzdan xahiş eləyəcəyəm mən. Bir dəqiqə buradan, bircə dəqiqə. Moderatorumuzdan xahiş edəcəyəm nəyi? Tak. Mən xahiş edəcəyəm ki, hər kəsi çağırsın geri. Kimlər ki, tənbəllik eləyir, kimlər ki, məsuliyyətsizlik eləyir. Məsuliyyətsizlik barəsində də qısaca danışacağım, sonra keçəcəyik. Hər kəsi çağırsın, biz texnikaya başlayırıq. İndi isə Çəhrayı Maşın təlimi haqqında danışacağam, sonra texnikaya keçəcəyik, okey? Və hər kəs qayıtsın bura. Çünki ortaq bu qədər enerjili, gözəl, sevgi dolu ortamda biz texnika etməyimiz tamam fərqli bir effektdir. Okay? Gəlin, hər kəsi çağıraq, hər kəs qayıtmağa başlasın. Hər kəs qayıdarkən mən sizə Çəhrayı Maşın təlimi haqqında danışım. Moderatorumuz link paylaşsın sizin üçün. Linkdən nömrənizi yazdığınız anda bizim çox gözəl xanımlarımız, menecerlərimiz sizinlə əlaqə saxlayırlar, maraqlanırlar, soruşurlar, necəsiz, neyinirsiniz, neynəmək istəyirsiniz. Əgər sizə uyğundursa təlimi təklif eləyirlər. Okay? Biz sizi narahat eləmirik çox. Komanda super işləyir. Səmimi, ürəyi açıq şəkildə sizinlə çalışır. Fərqi yoxdur. Hamilə müştərilərim çoxdur. Və hamilələr üçün 2 qat faydalıdır. Çünki həm özünüz, həm uşağınız fayda görür buradan. Okay? Duyğularınız, bir var duyğularınızı içinizdə yaşayırsınız hamilə vaxtı və bu sizə də uşağa da zərər verir. Bir də var ki, duyğularınızı boşaldırsınız, düzgün şəkildə rahatlayırsınız və uşağınıza da xeyirdir, doğumunuza da xeyirdir, sizə də xeyirdir. Tak. Bəli, Çəhrayı Maşında hər şey eləyirdik. Dəqiqə baxın, nə yazırsınız? Aha, bir nüansı deyim. Bəziləriniz uzun nəsə yazır. Mənə deyimdə də yazırsınız, burada da yazırsınız. Nə yazırsınız deyim. O mənə belə elədi, bu mənə belə elədi, anam mənə elə elədi, yoldaşım mənə belə elədi. Heç bir nöqtəyə vara bilməyəcəksiniz bu şəkildə.
Güzgü qoyun. Güzgü qoyun. Özünüzə baxın bir. Sadəcə bir 15 dəqiqə sakit, susub özünüzə baxın bir. Siz neyinirsiniz ümumiyyətlə? Çünki bütün cavablar özünüzdədir. Siz o belə elədi, bu belə elədi, onu günahlandırım, bu şəkildə heç nə əldə eləyə bilmirsiniz. Heç nə, absolutno heç nə. Heç kəsə lazım, hətta mən bir psixoloq kimi belə, mən müştərilərlə çalışanda minimum danışır müştəri, maksimum mən proqramları deyirəm, tapıram və texnikalar eləyirik. Minimum danışıq, minimum məsləhət, minimum qeybət. Psixoloq qeybət üçün deyil. Və hətta psixoloqa belə maraqlı deyil kim sizə neynədi, hardan başınıza vurdular, qovdular, neynədilər. Öz məsuliyyətinizi həyatınızla bağlı öz əlinizə almalısınız. Ən azından mən bilirəm, məsələn, yazdığınız bir şeylərə, çox oxşayan şeyləri öz valideynlərimdən biri həyatında yaşayıb, heç zaman durub bununla bağlı şikayət eləməyib. Əgər eləsəydi həyatını qura bilməzdi, bizə belə həyat verə bilməzdi. Okay. Yəni bu danışmaq, qeybət, o belə elədi, bu belə elədi, heç kəsə maraqlı deyil. Və inanın mənə, nə qədər başqasını günahlandırsaz da, başqasına nəsə desəz də ki, sən eləmisən, onu günahkar hiss etdirməyə çalışsaz da, heç nə dəyişməyəcək. Olan yenə sizə olacaq. İnanın mənə. Yenə sizin enerjiniz gedəcək. Bu arada biz meditasiya eləmirik. Meditasiya fərqlidir, texnika fərqlidir. Meditasiya gələcəyə yönəlik bir şeydir. Texnika isə proqramları işləmək üçündür. Texnikanı yalnızca mütəxəssis eləyə bilir, təhsilli mütəxəssis. Meditasiyanı isə hər kəs yaza bilir. Meditasiyalarımız da olur. Bəli, hədiyyə meditasiya paketi verirəm. 16 meditasiyadan ibarət çəhrayı maşının təlimində öz səsimlə. Amma texnika tamam fərqli bir şeydir. Texnikanı hər yerdə görə bilməzsiniz. Okay. Bu arada webinar otağını bağlamaq olarmı? Bəzi insanlar maması ilə münasibətdə etdiyi aferisti burada da eləmək istəyir. Neynir aferist insanlar? Pis mənada demirəm, amma mamanızla belə davranırsınızsa, siz insanlarla, həyatla da belə davranırsınız. Məsələn, mən burada nəsə izah eləyirəm. Siz görürsünüz ki, bu hissə yaxşıdır, faydalıdır, daha çox mənə izlədim. Sonra çıxdım, mənə lazım deyil təlimə qatılmaq, çıxıram. Sonra mən girirəm, texnikanı da eləyirəm, çıxıram. Sonra təşəkkür belə eləmirəm, çıxıram, gedirəm. Okay. Bu cür həyat tərzində siz insanlardan da ala bilməyəcəksiniz istədiyiniz şeyləri. Çünki siz başlayırsınız həyatla oyun oynamağa, alma vermə balansını pozmağa. Mən sizə nəyi göstərmək istəyirəm? Siz indi neyinirsiniz? Rahat şəkildə oturursunuz. Texnika eləyəcək, kiçik bir texnika. Və texnikaya qədər mən istəyirəm kiçik bir şey göstərim. Təqribən 5-10 dəqiqəyə bitiririk. Narahat olmayın. Çünki məni VIP müştərilərim gözləyir. Onları gözləyə-gözləyə qoyduq. Tak. Mən sizə nə göstərəcəm? Bunu göstərim, daha sonra davam eləyək. Hə. Bizim təlim videoları necə formatdadır? Onu göstərmək istəyirəm. Bugün biz başlayırıq həyatımızda maqnetizm. Gördünüz. O qədər həqiqətən ürəyimi qoyuram ki, bu prosesə mənim üçün çox önəmlidir. 8D texnikaları belə deyərlər. 8D texnikaları artıq siz testingdən keçirmişdiniz. Keçən dəfə görmüşdünüz demo təlimdə. Onlar da çox faydalıdır. Çox fərqli formatdadır. Çünki 8D formatı ilk dəfə demək olar ki, mən eləmişəm, bilmirəm, başqa bir insan eləyibmi? İndi isə ümumiyyətlə 2 səs olacaq. Daha çox ata ilə bağlı texnikalarda kişi səsi ilə işləyəcəyik biz. Texnikaları uzanaraq olmaz etmək, oturub eləməlisiniz. Rahat bir yer ayırın özünüzə. Hazır olanda mənə yazın ki, hazıram, başlayaq. Tamam, mən sizi gözləyirəm. Və sonra nə göstərmək istəyirəm sizə bir də. Siz hazırlaşana qədər bir də bunu göstərəcəyim sizə. Bir də bizim çapa verəcəyiniz hazırlıq zamanı çapa verəcəyiniz 60 səhifəlik bizim tapşırıq kitabçamız var.
Hardakı bütün sxemlər, tapşırıqlar, nələri etməlisiniz, nələri yazmalısınız, hamısı var. Kimlər ki, əvvəl save sessiyaya qatılmışdı, oradan mini formatda görmüsünüz artıq. Bunun böyük versiyası Çəhrayı Maşın təlimindədir. Və hamısı sizindir, sizin üçündür. Götürün, özünüz inkişaf eləyin, uşaqlarınızın inkişafı üçün istifadə eləyin. Sizindir hamısı. Buyurun. Bəzən hətta qatılır mütəxəssislər, mənim kolleqalarım. Öz metodologiyalarında da istifadə eləyirlər. Welcome. Sizin üçün də hamısı. Okay? Əla. Hazırsınızsa texnikaya keçirik. Texnika üçün necə eləyək biz? Bir dəqiqə. Texnika üçün rahat şəkildə otururuq. Gözlərimizi yumuruq. Mən videomu bağlayıram ki, məni unudasınız. Mən burada yoxam. Okay. Rahat, sakit şəkildə otururuq. Sizin ehtiyacınız varsa kənarda meditasiya musiqisi aça bilərsiniz rahat olması üçün. Amma texnikalarda heç o olmasa da olar. Gözlərimizi yumuruq. Texnika bitənə qədər gözlərimizi açmırıq. Okay? Və dərindən nəfəs alıb verməyə başlayırıq. Hiss eləyin, burundan nəfəs alıb, ağızdan nəfəs verirsiniz. Və əgər sizin üçün nəfəs alışlar çətindirsə, bilin ki, dünyadan da almaq sizin üçün çox çətindir. Sadəcə özünüzü diaqnoz eləyin istəyirəm. Nəfəs alışlarınızın nə qədər çətin olduğu, fiziolojik olaraq dünyadan almağınızın nə qədər çətin olduğunu göstərir. İndi çalışın, lap dərindən nəfəs alıb verəsiniz, tam ciyərlərinizə qədər, doyacaq şəkildə. Nəfəs alıb verirsiniz. Dərin. Və bilin ki, bütün bədəninizi, hətta nəfəs alışlarınızı belə kontrol eləyən sizin psixolojik həcminizdir. Xüsusilə də mamanızla münasibətinizdir. Mamanıza olan duyğularınızdır. Yavaş-yavaş nəfəs alıb verdikcə. Əgər kiməsə gözü yumulu bu texnika etmək çətindirsə, sadəcə gözünüzü açıb, bir fiqur qoyun qarşınıza və onu mamanız kimi təyin eləyin, onunla söhbət kimi eləyin bu texnikanı. Belə də olar etmək. Problem deyil. Kimlər ki, canlandıra bilmirsə, fokuslanmaq çətindirsə, siz belə də eləyə bilərsiniz. İndi istəyirəm dərindən nəfəs alıb verdikcə hiss eləyəsiniz. Necə mamanız qarşınızdadır? Tam burada, qarşınızdadır. Və siz səsli şəkildə deyirsiniz. Mama, səni görürəm. Və səsli şəkildə deyin. Mama, sən xoşbəxt ola bilməmişsən. Bunu da görürəm. Və deyin. Mənim üçün bütün dünya sənsən. Səsli şəkildə deyin hamısını. Əgər sən xoşbəxt olmamısansa, deməli, dünya da xoşbəxt deyil. Mən insanların həqiqətən xoşbəxt olduğuna inana bilmirəm. Çünki əgər inansam, qorxuram ki, sənə yanlış edərəm. Mənim həyat şəklimdə mamam xoşbəxt deyil. Deməli, bütün dünya da xoşbəxt deyil. Və əgər öz yaxınıma buraxsam ki, kimsə xoşbəxtdir, kimsə zəngindir, kimisə pulu var, kimsə münasibətdə hər istədiyini alır, mən sənə xəyanət eləyərəm. Bundan çox qorxuram. Ona görə sabotaj eləyirəm həyatımı. Kimsə xoşbəxtdirsə mız qoşuram. Kimsə yaxşı qazanırsa
Altında bir şey axtarıram. Səni itirməmək üçün bütün fürsətləri sabotaj edirəm. Heç kimə inanmağım gəlmir. Mhm. Və həqiqətən inanmaq istəyirəm ki, bəxt tale deyə bir şey var. Özümü rahatlatmaq üçün. Mhm. Və dərindən nəfəs alıb verirsiniz. Sadəcə hiss eləyin mamanızı necə gördüyünüzü və dünyaya da necə baxdığınızı eyni gözlərlə. Və baxın sadəcə mamanızda nə yoxdursa, onda hansı duyğuları bəsləyirsinizsə, necə bütün dünyanızda da bunları yaradırsınız. Özünüzə qarşı da belə hiss eləyirsiniz. İnsanlara qarşı da. Mhm. Dərindən nəfəs alıb verirsiniz və səsli şəkildə deyirsiniz. Mama, mən yorulmuşam. Artıq bu labirintdən çıxmaq istəyirəm. Mənə yol göstər. Mən yorulmuşam. Dərindən nəfəs alıb verirsiniz. Və hiss eləyin mamanız sizin əlinizdən tutur. Sanki qarşınızda bir qapı var. O qapını açır və sizə öz dünyasını göstərir. Hardakı o istədiyi hər şeyi əldə eləyib. Həqiqətən də. Ən dərində istədiyi partneri tapıb həqiqətən də. Bu mütləq ki, sizin xəyalınızdakı kimi biri olmalı deyildi. Sizin atanız, onun partneri ya da ikinci həyat yoldaş fərqi yoxdur. Kim? Mamanızın həyatına daxil etdiyi partner sizin algınızdakı kimi olmalı deyil. O öz algısındakı ən yaxşı versiyanı yarada bilib həyatında. İkincisi, mamanız sizə göstərir həyatında xərclədiyi pulları, həyatı boyu qazandığı xərclədiyi. Və siz görə bilirsiniz ki, həqiqətən də o istədiyi qədərini həyatına çəkib, sizin algınızdakı qədərini çəkməli deyildi. Siz əgər düşünürsünüzsə ki, mamanız 5 qazanmalıydı, amma mamanız 3 qazanıb, buna görə onu qınayırsınız. Əslində mamanız sizə bu qapının ardında aydın şəkildə göstərir ki, mən istədiyim qədərini çəkmişəm. Ola bilər nə vaxtsa şikayət eləmişəm. Amma qəbul edə biləcəyim bu qədər idi. Bunu istəmişəm, bu da gəlib. Daha sonra mamanız sizə evini ya da yoxdursa, harda yaşayıb oranı göstərir. Geyimlərini, tərzini, hər şeyini göstərir sizə, bəlkə bədənini, fiqurasını. Ətrafdan ona göstərilən münasibətləri, öz dünyasını göstərir və bir-bir hamısını izah eləyir sizə ki, hamısını izah eləyir ki, necə öz istədiklərini çəkib həyatına, bundan artığını istəməyib. Bəzən özü şikayət eləsə də, sizin onun uşağı kimi. Buna üsyan eləmək haqqınız yoxdur. Onu məcbur eləmək haqqınız yoxdur ki, daha çox olmalıydı. Nəyi istəyib, qəbul eləyib. Və siz bunları görürsünüz. Yavaş-yavaş məyus olursunuz. Və mamanız sizə deyir, mən beynimdə qurduğum qədər zənginəm. İstədiyim hər şey əldə eləmişəm. İstəsəm daha çoxu olardı. Amma istəməmişəm. Və bu o demək deyil ki, məndə yoxdur. Bu o demək deyil ki, mən bədbəxtəm.
və sizə bir sual verir mamanız orada. Deyir ki, sənin xoşuna gələrdimi sənin uşağın sənə yazıq kimi baxsın? Sənə dünyanın ən aşağı insanı kimi baxsın? Necə hiss eləyərdin? Və siz dərindən nəfəs alıb verirsiniz. Mamanızı bütün zənginliyi ilə həmin qapının arxasında öz zənginliyində qoyursunuz. Və o qapını bağlamaq üçün sadəcə bir sözü deməlisiniz səsli şəkildə. Mənim anam zəngindir. Dünyada zəngindir. Və mən artıq bütün resursumu anama yazığım gəlməyə xərcləməyəcəm. Yaradanın sistemində yanlış yoxdur. Kim nə qədər istəyir, o qədərini qəbul edir. Və mən buna baş əyirəm. Və hiss edirsiniz necə baş əyirsiniz? Sanki sistem qarşısında kim nə qədər istəyir, o qədər götürür. Bu ideya qarşısında baş əyirsiniz və hər kəsin zəngin olduğu ilə barışırsınız artıq və dünya gözəlləşməyə başlayır gözünüzün önündə. Və hazır olanda gözlərinizi açırsınız, bura qayıdırsınız. Bugün sizinlə çox xoş idi. Qısaca mənə yazın chatda. Qısa bir texnika idi. Və istədim sadəcə sizin kiçik də olsa bir proqramınızı dəyişək. Kimin ehtiyacı varsa, sadəcə bir paduşkanı qucaqlayıb bir neçə saat uzanın, yatın, istirahət eləyin. Bu fikirlə barışana qədər bəziləriniz üçün çox yeni bir fikirdir bu. Çox yeni bir şeydir, qəbullanması çətin bir şeydir. Və bir su içə bilərsiniz məsələn indi tam qəbul etmək üçün. O suya da bu ideyanı deyib içə bilərsiniz. Məsələn, tam hiss eləyəsiniz ki, necə həzm eləyirsiniz onu. Hər kəs zəngindir. Belə. Və sizinlə çox xoş idi, amma VIP müştərilərim məni döyəcəklər axırda bugün. Və sizin nəticələrinizi və rəylərinizi Telegramda gözləyirəm və yaxud da Instagramda əsas kanalda.